Salam əziz şagirdlər, bugün ümumi tarixdən 4-cü dərsimizi keçəcəyik. Dərsimizin adı isə Böyük Hun dövləti və Çin adını alır. Başlayaq dərsimizə. Hunlar Mərkəzi Asiya çöllərinin şərqsiz hakimi idilər. Köçəri mallaqla məşğul olan bu xalq yüzilliklər boyunca otlaqlar və su mənbələri ardınca Böyük çöldə qərbdən şərqə, şərqdən qərbə doğru köç etməyə məruz qalmışdılar. Onu da qeyd edim ki, Böyük çöl Qobi səhrasından Qaradənizin şimalına qədər olan düzənlik əraziyə deyilir. Hunlar haqqında ilk məlumat eramızdan əvvəl 2-ci minillikdə Çin mənbələrində verilmişdi. Bu mənbələrdən aydın olur ki, Hunlar Orxon və Selenqa çayları arasındakı ərazidə yaşamışdılar. Orxon və Selenqa çayları arasındakı ərazidə yaşamışlar. Bölgənin sərt iqlimi, daimi yer dəyişmələr Hunların həyat tərzinə də ciddi təsir göstərmişdi. Belə ki, qalalara və sədlərə ehtiyac duymadığına görə onlar hər an təhlükələrə hazır olmaq məcburiyyətində idilər və öz uşaqlarını da kiçik yaşlarını həmin bu bölgənin sərt şəraitinə uyğun böyüdürdülər. Kiçik yaşlarından oğlan uşaqlarına ox atmağı, at çapmaq kimi vərdişləri öyrədirdilər. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında Teoman Tanhu adlı şəxs Hun tayfalarını birləşdirərək vahid bir dövlət yaratdı. Bu dövlətin adı isə Böyük Hun dövlətidir. Dövlətin əsasını qoydu Teoman Tanhu. Teoman Tanhu. Tanhu sözünün mənası Çağan və ya Xaqan deməkdir. Çağan və ya Xaqan deməkdir. Dövlətin paytaxtı isə, Böyük Hun dövlətinin paytaxtı isə Ötkən şəhəridir. Ötkən şəhəri. Onu da qeyd edim ki, Böyük Hun dövləti Mərkəzi Asiyada türklərin yaratdığı ilk dövlətidir. Böyük Hun dövləti. Teoman Tanhu'nun hakimiyyət illəri eramızdan əvvəl 220-209-cu illəri əhatə edir. Teoman Tanhu'nun hakimiyyət illəri. Böyük Hun dövlətinin yaranmasına eyni vaxtda Çində də bir dövlət meydana gəlmişdi. Buna Sin sülaləsi deyirlər. 220-də Böyük Hun imperiyası meydana gəlmişdi, 221-də isə Sin sülaləsi meydana gəlmişdi. Və Teoman Tanhu böyük ordu yaratdıqdan sonra artıq işğallara başladı və Çinin üzərinə hücuma keçdi. Böyük Hun dövləti əsasən süvari qoşuna üstünlük verirdi. Çinlilər isə piyada qoşuna üstünlük verirdilər və Çinlilər çox olmalarına baxmayaraq Hunların süvari qoşunun qarşısında aciz qalırdılar. Ona görə də Sin sülaləsinin hökmdarı Sin Şixuandi çıxış yolu kimi sədd tikmək qərarına gəldi və eramızdan əvvəl 214-cü ildə Hunların hücumunun qarşısını almaq üçün Böyük Çin səddini inşa etməyə başladı. Lakin bu Çin səddi də Hunların hücumlarının qarşısını almaqda aciz qalırdı. Hunlar gah həmin o Çin səddinin zəif müdafiə olunmuş hissələrindən keçirdilər, gah da ki üzərindən atlayaraq Çinin üzərinə hücuma keçirdilər. Və Teoman Tanhu'nun ölümündən sonra hakimiyyətə onun oğlu Mete Tanhu gəldi. Mete Tanhu. Mete Tanhu'nun hakimiyyət illəri eramızdan əvvəl 209-174-cü illəri əhatə edir. Mete Tanhu hakimiyyətə gələn kimi əvvəlcə ordu islahatı həyata keçirdi. Ordu islahatı həyata keçirdi və ordunu 10-luq, 100-lük, 1000-lik və 10.000-lik dəstələr şəklində böldü. Ordunu 10-luq, 100-lük, 1000-lik və 10.000-lik dəstələr şəklində böldü. Orduna ciddi nizam-intizam yaratdı. Hətta fit səsi çıxaran oxlar da oxları da Mete Tanhu yaratmışdı. Fit səsi çıxaran oxlar. Həmin bu oxlar atılarkən onun səsi düşmənə vahimə gətirirdi. Fit səsi çıxaran oxlar yaratdı. Ordunu 10-luq, 100-lük, 1000-lik və 10.000-lik dəstələr şəklində böldü və orada ciddi nizam-intizam yaratdı. Və artıq ordusunu sayını artırdıqdan sonra Mete Tanhu geniş işğallara başladı. Əvvəlcə o, Monqol və Tibet tayfalarını özünə tabi etdi. Monqol və Tibet tayfalarını özünə tabi etdi. Bundan sonra yenə də atası kimi, əsas hədəf kimi Çinin üzərinə hücuma keçdi. Eramızdan əvvəl 200-cü ildə Çinin üzərində böyük bir qoşunla hücuma keçdi. Eramızdan əvvəl 200-cü ildə. Və Çinlilərlə Hunlar arasında həlləci döyüş Pinçen şəhərinin yaxınlığında baş verdi. Pinçen şəhərinin yaxınlığında baş verdi. Bu döyüşdə Çinlilər Hunların hücumunun qarşısını almaqda aciz qaldılar və Çin hökmdarı həmin dövrdə, onu da qeyd edib ki, Çində də bir sülalə dəyişikliyi baş vermişdi və Çin sülaləsinin yerinə Kan sülaləsi gəlmişdi və Kan sülaləsinin hökmdarı Cao Ti Hunların hücumunun qarşısını ala bilmədiyinə görə öz elçisini Mete Tanhu'nun xanımının yanına göndərdi. Yəni ərini sülh müqaviləsi bağlamaq üçün razı salsın.
Buna görə öz elçisini Kauti göndərdi Metetanunun xanımının yanına. O dövrdə Hun dövlətində qadınlar mühüm rol oynayırdılar. Hətta onlar bir sıra siyasi hadisələrdə də yaxından iştirak edirdilər və Metetanun xanımının sözünü dinlədi və eramızdan əvvəl 200-cü ildə Hunlarla Çinlilər arasında Pinçel müqaviləsi bağlanıldı. Pinçel müqaviləsi bağlanıldı. İndi isə bu müqavilənin 3 dənə şərtini qeyd edək. Pinçel müqaviləsinin şərtlərini. Pinçel müqaviləsinin uşaqlar 3 dənə şərti var idi. Xan hökmdarları hər il Hunlara xərac ödəyəcəkdilər. Çinin şimalı Hunlara verilməli idi və Çinin ticarət yollarına Hunlar nəzarət etməlidirlər. Bu 3 dənə şərt. Çinlilər hər il Hunlara xərac ödəməlidirlər. Çinin şimalı Hunlara verilməlidir və Çinin ticarət yollarına Hunlar nəzarət etməlidirlər. Birincisi, hər il xan hökmdarları xərac ödəməlidirlər Hunlara. Xərac ödəməlidirlər. 2. Çinin şimalı Hunlara verilməlidir. Və 3-cü, Çinin ticarət yollarına nəzarət, qısa yazıb şuna, Çinin ticarət yollarına nəzarət Hunların əlinə keçdi. Bu 3 dənə şərt. Pinçel müqaviləsinin şərtləri budur. Metetanhu Mərkəzi Asiyada yaşayan 26 tayfanı vahid dövləti tərkibində birləşdirdi. Və Metetanhunun hakimiyyəti dövründə Hun dövləti imperiya çevrildi. Hətta Böyük İpək yoluna nəzarət də Hunların əlinə keçdi. Hətta Çin qaynaqlarında Metetanhunu Tanrı qutu adlandırırdılar. Çin qaynaqlarında Metetanhunu Tanrı qutu adlandırırlar. Bu sözün mənası Çin dilinə tərcümədə Tanrı qutu sözün mənası Tanrının yer üzərində siyasi hakimiyyət verdiyi şəxs adlanır. Tanrının yer üzərində siyasi hakimiyyət verdiyi şəxs. Oğuznamələrdə isə Metetanhu Oğuz Xaqanla eyniləşdirilirdi. Oğuz Xaqanla eyniləşdirilirdi. Metetanhunu Tanrı qutu adlandırırdılar. Tanrının yer üzərində siyasi hakimiyyət verdiyi şəxs. Oğuznamələrdə isə Oğuz Xaqanla eyniləşdirirdilər. Və Metetanhunun ölümündən sonra Hun dövləti zəifləməyə başladı. Eramızdan əvvəl uşaqlar 1-ci əsrin əvvəllərində artıq Hun dövləti zəifləməyə başladı. Burada Çinin təsirində böyük rolu var idi. Belə ki, Hunlarla açıq döyüşlərdə məğlub olan Çinlilər artıq nikah diplomatiyasına istifadə edərək Çinlilərin daxili işlərinə qarışmağa başladılar. Əsasən də nikah diplomatiyasından istifadə edərək. Nikah diplomatiyasından Çinlilər çox məharətlə istifadə edirdilər. Diplomatiyası. Öz Çinli qızlarını Hunlara ərə verərək Hun şahzadələri arasında ədavət yaratmağa müyəssər oldular. Və bunun nəticəsində eramızdan əvvəl 58-ci ildə Hun imperiyasında hakimiyyətə anası Çinli olan Hoxaniyək gəldi. Bu kitabınızda adı yoxdur, ancaq mən qeyd edəcəm. Eramızdan əvvəl 58-ci ildə Hun dövlətində hakimiyyətə Hoxaniyək gəldi. Hoxaniyək. Anası Çinlidir bunun. Bu, həmin bu Hoxaniyək Hun dövlətini, Hun imperiyasını Çinə tabi etmək istəyirdi. Lakin bunu Türk qızından olan qardaşı, ögey qardaşı Çiçi Tanhu buna qarşı çıxdı. Çünki dedi ki, sən kimsən ki, dövləti Çinə tabiirsən, onlar bizim düşmənimizdir. Ona görə də bu iki ögey qardaşlar arasında uzun sürən mübarizə getdi və nəticədə Böyük Hun imperiyası 2 hissəyə parçalandı. Böyük Hun imperiyası 58-ci ildə 2 hissəyə parçalandı. Qərbi Hun imperiyasına və Şərqi Hun imperiyasına parçalandı. Qərbi Hun imperiyasına və Şərqi Hun imperiyasına. Şərqi Hun imperiyasının başında Hoxaniyək dururdu. Hoxaniyək. Qərbi Hun imperiyasının başında isə Çiçi Tanhu dururdu. Çiçi Tanhu. Şərqi Hun imperiyası eramızdan əvvəl 58-ci ildə birləşdirildi Çinə. 58-ci ildə Çinə birləşdirildi. Çinə birləşdi. Lakin Qərbi Hun imperiyası isə bir müddət öz müstəqilini qoruyub saxlaya bildi. Yəni 36-cı ilə qədər. Ona görə əvvəlki dərslərimizi keçəndə qeyd etdim ki, 36-cı ili diqqətlə yadınızda saxlayın. Çünki 36-cı ildə çox hadisələr baş verib. İkisini keçmişik. Eramızdan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antoni Atropatenanın Franspa şəhərinə hücum etdi, tuta bilmədi. Digər Roma sərkərdəsi isə Kanidi Albaniya və İberiyanı tutmuşdu. Bu da 36-cı ildə baş verir. İndi isə 2 dənə 36-cı ildə olan hadisəni keçəcəyik.
Deməli 58-ci ildə Şərqi Hun İmperiyası Çinə tabe oldu. Qərbi Hun İmperiyası bir qədər müstəqilliğini qoruyub saxladı 36-cı ilə qədər. Eramızdan əvvəl 36-cı ildə həmin bu Qərbi Hun İmperiyasının başçısı olan Çi Xan qərbə doğru hücum edərək Tanrı dağının şimalını, onu da qeyd edim ki, bu Tanrı dağı uşaqlar Tianşan dağıdır. Tianşan dağının adıdır. Tanrı dağının şimalını və İssıq gölü ətrafını tutdu. İssıq gölü ətrafını tutdu Çi Tanrı. İssıq gölü ətrafını. Eramızdan əvvəl 36-cı ildə Çi Tanrı Tanrı dağının şimalını və İssıq gölü ətrafını tutdu. Lakin elə həmin ildə artıq parçalandığına görə Hunların gücü zəifləmişdir. Bundan da istifadə Xan hökmdarları bundan məharətlə istifadə etdilər. Və eramızdan əvvəl 36-cı ildə Qərb Hunları üzərinə hücuma keçərək Qərbi Hun dövlətində varlığına son qoydu və onun da torpaqlarını özünə birləşdirdi. Deməli 36-cı ildə olan 4 hadisə. Antoni Fransaya hücumu, Kanedinin Albaniya İberiyaya hücumu, 36-cı ildə Çi Tanrı'nın Tanrı dağının şimalını İssıq gölü ətrafına tutması və eramızdan əvvəl 36-cı ildə Qərbi Hun dövlətinin Çinə tabe olması. Və beləliklə Qərbi Hun dövlətinə Çinə tabe olduqdan sonra Çinlilərin bir hissəsi qərbə doğru köç edərək Ural dağlarının ətəklərinə və Volqa çayı ətrafına gəldilər. Onlar bir müddət burada qaldıqdan sonra burada güclü, qüvvətli, yəni Avropa Hun dövlətinin, yəni Qərbi Hun İmperiyasının yaradıcıları oldu. Çinlilərə tabe olan Şərq Hunları isə bir müddət Çinin tərkibində yaşadıqdan sonra Göytük dövlətinin əsasını qoydular. Hunların bir qolu isə uşaqlar gələcəkdə Ahun dövlətinin qurucuları oldular. Hunlar haqqında bu qədər. İndi isə keçək Hunların dinindən, təsərrüfat həyatına danışaq. Böyük Hun dövlətində hökmdar el adlanırdı. Yəni türklərdə dövlət el adlanırdı. Həmin bu el sözü dövləti olan xalqı ifadə edirdi. Qədim türklərdə dövlət el adlanırdı və bu söz dövləti olan xalqı ifadə edirdi. Bayaq qeyd etdiyim kimi Hunlar köçəri maldarlıqla və ovçuluqla məşğul idilər. Bundan başqa Hunlar göy tanrı dininə sitayiş edirdilər. Yəni göy tanrıya sitayiş edirdi. Yəni tanrıçılıq, Tengri dininə sitayiş edirdilər. Yəni göy tanrıya. Bundan başqa Hunlarda şamançılıq da mühüm yer tuturdu. Şamançılıq. Yəni göy tanrı ilə insanlar arasında əlaqə quran şəxsə bunlar deyirdilər şamançılıq, yəni şamanizm. Dövlət deməkdir, göy tanrı dininə sitayiş edirlər, bir də şamançılıq da var idi. Hunlar haqqında bu qədər. Keçək Çinə. Uşaqlar, Çin. Əvvəlki dərsimizdə qeyd etmişdik ki, Hindistan Asiya qitəsinin cənubunda yerləşir, Çin isə Asiya qitəsinin şərqində yerləşir. Çin Asiya qitəsinin şərqində yerləşir. Çinin qərbində Tianşan dağları, şərqində isə çoxlu dənizlərin olması Çin üçün elə ki, təbii bir müdafiə rolunu oynayırdı. Yəni dağlar və dənizlərlə əhatə olması o dövr üçün Çin üçün təbii müdafiə rolunu oynayırdı. Həmin o dağlardan başlayan çaylar, əsasən 2 dənə çay, Xuanxe və Yangtze çayları şərqi Çin düzənliyinə keçərək dənizlərə tökülürdü. 2 dənə çay, Xuanxe və Yangtze çayları. Onu da qeyd edim ki, Xuanxe çayı qarlar əriyən vaxtı daşmağa başlayırdı və daşqın nəticəsində əhalinin əkin sahələri su altında qalırdı. Ona görə də Çinlilər Xuanxe çayını Çinin bəlası, min bir fəlakət çayı, gəzən çay, azan çay adlandırırlar. Əvvəlki kitablarda qəlbi kədərləndirən çay da var idi, onu çıxarıblar. Çinlilər Xuanxe çayını Çinin bəlası, min bir fəlakət çayı, gəzən çay, azan çay adlandırırlar. Və Xuanxe çayının vadisində torpaqlar məhsuldar olduğuna görə əhalinin böyük əksəriyyəti Xuanxe çayı vadisində yaşayırdı. Və təsadüfi deyil ki, Çində erkən sivilizasiya eramızdan əvvəl 3-2-ci minillikdə məhz elə Xuanxe çayının vadisində meydana gəlmişdi. Eramızdan əvvəl 3-2-ci minillikdə Çində erkən sivilizasiya məhz Xuanxe çayının vadisində meydana gəlmişdi.
Həmin bu çayların kənarında yaşayan əhali əsasən əkinçilə məşğul olurdular, çəltik becərirdilər. Sonra sənətkarlar ağ gildən gil qablar düzəldirdilər və ipək parçadan da bir sıra məhsullar düzəldərək dünya bazarlarına ixrac edirdilər. Və onu da qeyd edək ki, eramızdan əvvəl 6-cı əsrdə, 6-5-ci əsrlərdə Çinlilər dəmir emal etməyi öyrəndilər. Hindistanlılar 11-ci əsrdə dəmir emal etməyi öyrənmişlər. Çinlilər isə 6-5-ci əsrlərdə dəmir emal etməyi öyrəndilər. Bunu da yadımızda saxlayaq. Dəmir emal etməyi öyrəndilər. Eramızdan əvvəl 4-cü, 3-cü əsrlərdə Çinin ərazisində bir sıra quldar dövlətlər mövcud idi. Və bu quldar dövlətlər daim bir-birlə mübarizə aparırdılar. Ona görə də həmin dövr Çin tarixinə, yəni 4-cü, 3-cü əsrlər Çin tarixinə vuruşan padşahlıqlar dövrü kimi daxil olmuşdur. Vuruşan padşahlıqlar dövrü. Eramızdan əvvəl 4-cü, 3-cü əsrlər Çin tarixinə vuruşan padşahlar dövrü kimi daxil olmuşdur. Və bu mübarizədə Çin padşahı qalib gəldi və o eramızdan əvvəl 221-ci ildə bütün Çini vahid dövlətdə birləşdirərək Çin sülaləsinin əsasını qoydu. Bu sülalənin uşaqlar cəmi bircə dənə imperatoru var idi. Onun da adı Xin Şixuandi. Cəmi bir hökmdarı vardı. Çin sülaləsi uşaqlar eramızdan əvvəl 221-də yarandı və 206-cı ilə qədər, yəni 15 il mövcud oldu. Xin Şixuandi ölən kimi Çin sülaləsi də dağıldı. Onu da bayaq qeyd edək ki, Xin Şixuandi bir sıra işlər gördü. O, bütün ölkə üçün vahid ölçü çəki pul sistemi yaratdı. Xin Şixuandi bütün ölkə üçün vahid ölçü çəki pul sistemi yaratdı. Sonra Çini 36 vilayətə böldü. Bütün Çini 36 vilayətə böldü və hər birinə məmurlar təyin etdi. Vahid mərkəzləşdirilmiş dövlət yaratdı və Hunların hücumunun qarşısını almaq üçün eramızdan əvvəl 214-cü ildə qısa yazıda Böyük Çin səddini inşa etdirməyə başladı. Həmin bu Çin səddinin hündürlüyü 10 metr, uzunluğu isə 6000 kilometrdən bir qədər çox idi. Xin Şixuandi dövrünə baş vermiş hadisələr. Bütün ölkə üçün vahid ölçü çəki pul sistemi tətbiq etdi. Çini 36 vilayətə böldü, hər birinə məmurlar təyin etdi. Çində vahid mərkəzləşmiş dövlət yaratdı və eramızdan əvvəl 214-cü ildə Hunların hücumunun qarşısını almaq üçün Böyük Çin səddini inşa etdirdi. Lakin bu Çin səddi də yenə də Hunların hücumunun qarşısını ala bilmirdi. Xin Şixuandinin ölümü nəticəsində onun yaratdığı sülalə də süquta uğradıldı və həmin ildə Çində başqa bir sülalə meydana gəldi. Bu sülalə isə Kan sülaləsi adlanırdı. Kan sülaləsi də eramızdan əvvəl 206-cı ildə yarandı. Bizim İranın 220-ci ilinə qədər mövcud olmuşdur. 426 il. Kan sülaləsi eramızdan əvvəl 206-da yarandı. Bizim İranın 220-ci ilinə qədər mövcud oldu. Kan sülaləsinin dövründə uşaqlar Koreya və Vyetnam işğal edildi. Koreya və Vyetnam işğal edildi. Artıq Kan hökmdarları Hunların hücumlarının qarşısını ala bilirdi. Çünki onların artıq döyüş sənətinin, hərb sənətinin sirlərini öyrənmişdilər nikah diplomatiyası vasitəsilə. Və özləri də süvari qoşun təşkil edirdilər. Bayaq qeyd etdik ki, Hunlar əsasən süvari qoşuna üstünlük verirdi. Çinlilər isə piyada qoşunu. Artıq Çinlilər də Hunlar kimi süvari qoşun təşkil etməyə başladılar və Koreya və Vyetnamı işğal etdilər. Artıq Hunların hücumlarının da qarşısını ala bilərdilər. Han sülaləsinin hökmdarları kənd təsərrüfatının, elmi mədəniyyətin də inkişafına qayğı göstərdilər. Belə ki, onlar Sin sülaləsinin dövründə tərk edilmiş torpaqları yenidən məskunlaşdırdılar. Boş qalmış ərazilərdə əkib becərməyə başladılar. Ona görə də Han sülaləsinin dövründə Çin əhalisi vahid xalqa çevrildi. Han sülaləsinin dövründə Çin əhalisi vahid xalqa çevrildi. Və təsadüfi deyil ki, bugün də Çinlilərin özlərini xan adlandırırlar. Han sülaləsinin dövründə
Çin əhalisi vahid xalqa çevrildi və Çinlilər özlərini xan adlandırırlar. Və Xan sülaləsi də geniş işğallar yolu ilə öz ərazilərini genişləndirməyə başlamışlar. Xan sülaləsinin dövründə eramızdan əvvəl 2-ci əsrdə Böyük İpək yolunun əsası qoyuldu. Buna qısa yazacağım. Böyük İpək yolunun əsası qoyuldu. Xan sülaləsinin dövründə eramızdan əvvəl 2-ci əsrdə. Həmin nəyə görə buna Böyük İpək yolu deyilir? Çünki bu yolla aparılan məhsulların içərisində ipək üstünü təşkil etdiyinə görə bu yola Böyük İpək yolu deyirlər. Və bu Böyük İpək yolunun əsas istiqamətlərindən biri də Azərbaycandan keçirdi. Və bu yol Çinlilər üçün böyük əhəmiyyət kəsb etdiyinə görə Çinlilər daim bu Böyük İpək yolunu nəzarətdə saxlamağa çalışırdılar. Həmin bu Böyük İpək yolu Çindən başlayaraq Aralıq dəniz sahilinə, oradan da Avropaya qədər uzanırdı. Və işğallar nəticəsində Çinin ərazisinə xeyli qullar gətirilirdi. Bundan başqa vergiləri ödəyə bilməyən, icarə borclarını ödəyə bilməyənlər də ailəsi ilə birlikdə qula çevrilirdilər. Artıq Xan sülaləsi zəiflədikcə ölkədə sülaləyə qarşı üsyanlar baş verməyə başladı. Və bu üsyanlardan biri eramızın 1-ci əsrin əvvəllərində, kitabınız yazır ki 1-ci əsrin əvvəlində, mən onun ilini qeyd edəcəm. Bizim İranın 17-ci ilində Çində Qırmızı Qaşlılar üsyanı baş verdi. Xan sülaləsinə qarşı. Qırmızı Qaşlılar üsyanı. Qırmızı Qaşlılar üsyanı baş verdi. Nəyə görə bu üsyana Qırmızı Qaşlılar deyirlər? Çünki üsyançılar hökmdarın döyüşçülərindən fərqlənmək üçün qaşlarına qırmızı boya sürtürdülər. Ona görə də bu üsyana Qırmızı Qaşlılar üsyanı deyirlər. Bu üsyan bir təhər yatıra bildi. Xan sülaləsi bu üsyanı yatıra bildi. Lakin bundan sonra Çində daha böyük bir üsyan baş verdi. Bu üsyan isə bizim eranın 184-cü ildə baş verir. Ona qedim ki, hər ikisi bizim erada baş verir. 17-ci ildə Qırmızı Qaşlılar üsyanı, 184-cü ildə isə Sarı-Sarıqlılar üsyanı baş verdi. Sarı-Sarıqlılar üsyanı. Həmin bu üsyanda da üsyançılar başlarına sarı-sarıq bağladığına görə bu üsyana da Sarı-Sarıqlılar üsyanı adı verilmişdi. Qırmızı Qaşlılar üsyanı 17-ci ildə, Sarı-Sarıqlılar üsyanı 384-cü ildə. Sarı-Sarıqlılar üsyanına uşaqlar Sıcan qardaşları başçılıq edirdi bu üsyana. Sıcan qardaşları. Və bu üsyan 20 ildən çox davam etdi. Bu üsyan çox çətinlə yatırılsa da Xan sülaləsini zəiflətməyə nail oldu. Və az sonra 220-ci ildə Xan sülaləsi dağıldı və Çin yenidən bir sıra xırda dövlətlərə parçalandı. Çin haqqında bu qədər. İndi isə keçək Çinin mədəniyyəti haqqında danışaq. Çinin mədəniyyəti haqqında. Əvvəlcə onu qeyd edək ki, Çinlilər özlərinə məxsus hieroqlif yazı sistemini ixtira etmişdilər. Hieroqlif yazı sistemini. Hieroqlifdən bu vaxta qədər keçmiş dərslərin içərisində qeyd etdik ki, Manna, Misir və Çin hieroqlif yazı sistemindən istifadə etmişlər. Hieroqlif sözünün mənası müqəddəs şairə deməkdir. Çinlilər özlərinə məxsus hieroqlif yazı sistemini ixtira etdilər və yazı materialı kimi bambuq lövhələr üzərində yazırdılar. Bambuq lövhələr üzərində yazını yazırdılar. Lövhələr üzərində. İmperatorun fərmanları isə uşaqlar ipək parça üzərində yazılırdı. Bundan başqa Çinlilər kağızı da ixtira etdilər. Kağız da Çində ixtira edilmişdi. Sonra bundan başqa Çinlilər dəqiq təqvim yaratmışdılar. Dəqiq təqvim. Bu da əkinçilə məşğul olan əhali üçün önəmli idi. Sonra səyyahların, tacirlərin başqa ölkələrə getməsi nəticəsində oradan Çini əhatə edən dövlətlər, ölkələr haqqında bir sıra məlumatlar topladılar. Və bu məlumatlar əsasında Çində dağlar və dənizlər haqqında bir kitab yazıldı. Dağlar və dənizlər haqqında kitab. Dənizlər haqqında kitab. Deməli, səyyahların və tacirlərin Çini əhatə edən ölkələrə səfərləri zamanı bir sıra məlumatlar toplanıldı və bu toplanmış məlumatlar əsasında dağlar və dənizlər haqqında kitab nəşr edildi. Bundan başqa bu dövrdə Xan sülaləsinin dövründə Çinin tarixi haqqında da kitablar yazılmağa başlanıldı. Bu kitablardan ən məşhuru eramızdan əvvəl 2-1-ci əsrlərdə yaşamış, eramızdan əvvəl 2-1-ci əsrlərdə yaşamış Sima Tısyanın yazdığı Tarixi Qeydlər adlı kitabdır. Sima Tısyanın yazdığı Tarixi Qeydlər adlı kitab.
Tarixi qeydlər haqqında kitab. Çinin tarixindən bəhs edən kitabdır bu. Tarixi qeydlər haqqında kitab. Eramızdan 2-1-ci əsrlərdə yaşayıb bu Simatisyan və onun yazdığı kitab. Çinin tarixindən bəhs edən kitabdır. Tarixi qeydlər adlı kitab. Avropalılar isə Simatisyanı Çin tarixinin Herodotu adlandırırdılar. Çin tarixinin Herodotu. Avropalılar Simatisyanı Çin tarixinin Herodotu adlandırırdılar. Çində təbabət də inkişaf etmişdi və təbabətdə bir sıra bitkilərdən istifadə edirdilər. Bu bitkilərdən biri də çay idi. Əvvəlcə çaydan müalicəvi məqsədlə istifadə edirlər, sonra isə bunu içməyə başladılar. Sonra Çinlilər uşaqlar kompas da kəşf etmişdilər. Kompası. Görünür, o dövrdə səyahət edən, bayaq qeyd etdiyimiz kimi, tacirlər, səyyahlar bunu kəşf etmişlər. Kompası, həmin o səfərlərə çıxan tacirlər və səyyahlar kəşf etmişlər. Eramızdan əvvəl 6-5-ci əsrlərdə Çində Konfusi təlimi meydana gəldi. Konfusi təlimi meydana gəldi. Bayaq qeyd etdik ki, eramızdan əvvəl 6-5-ci əsrlərdə Çinlilər dəmir emal etməyi öyrəndilər. Eramızdan əvvəl 6-5-ci əsrlərdə həm də Çində Konfusi təlimi meydana gəlmişdi. Çinli alimlər bilici adını almaq üçün Konfusi təlimindən imtahan verməlidirlər. Sin sülaləsinin dövründə bu Konfusi təlimi rədd edilmiş və onun tərəfdarlarına divan tutulmuşdur. Çünki bu təlimə görə əhali, yəni bütün əhali ədalətli davranmalıdırlar bir-birinə. Lakin Sin sülaləsinin hökmdarı Sin Şuandi bunu rədd etmiş və Konfusi təliminin tərəfdarlarına divan tutmuşdur. Lakin Han sülaləsinin dövründə Konfusi təlimi hətta bir siyasi ideologiyaya çevrilmişdir. Qeyd etdik ki, Çinli alimlər bilici adı almaq üçün Konfusi təlimindən imtahan verməlidirlər. Konfusiyə görə qəbahətlərimizi örtmək, gizlətmək hünər deyil. Hünər qəbahət etməməkdir. Bu söz Konfusiyə məxsusdur. Qəbahətlərimizi örtmək, gizlətmək hünər deyil. Hünər qəbahət etməməkdir. Konfusiyə görə kiçik böyüyə, oğul ataya, xalq isə padşaha tabi olmalı və böyük kiçiyin, ata oğlun, padşah isə xalqın qayğısına qalmalıdır. Bu sözlər də Konfusiyə məxsusdur. Çin haqqında da uşaqlar bu qədər. Növbəti dərsimiz isə ümumi tarixdən Yunanistan olacaq. Sağ olun.